Elhamdülillah Rabbil alemin. Salatu ve selamu ala Resulillahil emin ve alihi tahirin. Ve la'natullah ala a'daihim ecma'in minel an ila qiyami yevmiddin amma ba'd. Əhzab müharibəsində qalmışdıq. Quran-ı Kərimin təfsirində, yəni Peyğəmbərin həyatı Quran-ı Kərimdən biz təfsir edirik, təhlil edirik. Və gəlmişdik, çatmışdıq Əhzab müharibəsinə. İki dərsdir ki, yəni iki söhbətdir ki, Əhzab müharibəsi haqqında, yəni Xəndək müharibəsi haqqında biz söhbət edirik. Keçən səfər döyüşün xülasəsini danışdıq. Həzrəti Əli əleyhissalamın həlledici zərbəsindən danışdıq. Və istəyirəm ki, onun ardı olaraq, davamı olaraq bəzi tarixi məsələlərə toxunaq. Ondan sonra Quran-ı Kərimin Əhzab surəsində olan ayələri inşallah təhlil edərək. Quran-ı Kərimdə Əhzab surəsində təxminən 17 ayə var ki, Əhzab müharibəsi, yəni Əhzab surəsində 17 ayə var ki, Əhzab müharibəsini vəsf eləyir bizə. Döyüş, bilirsiniz ki, Həzrəti Əmirül-Müminin Əli əleyhissalamın bir zərbəsi ilə Əmr ibn Əbdüvədin cəhənnəmə vasil olması ilə demək olar ki, öz həllini tapdı. Sadəcə olaraq, indi biz bəzi məsələlərə yenidən bir baxış etməliyik. O da bundan ibarətdir ki, döyüş əsnasında, Əhzab döyüşü əsnasında çox böyük hadisələr baş verdi. Ümumiyyətlə, bir daha təkrar edirəm ki, Əhzab dəstələr deməkdir. Yəni, hizb özü ilə dəstə partiya deməkdir. Əhzab isə yəni bu partiyalar, dəstələr, bütün qruplar hamısı birləşmişdi Peyğəmbərin əleyhinə, İslamın əleyhinə. Koalisiya, belə deyək də, koalisiya yaratmışdılar Peyğəmbər əleyhinə, İslam əleyhinə. Və 12.000 ordu ilə gəlmişdilər Mədinəni mühasirəyə salmışdılar. Quran-ı Kərim o barədə buyurur ki, İz ca'ukum min fawqikum və min əsfələ minkum. Həm yuxarı tərəfdən, həm də aşağı tərəfdən. Tarix yazır ki, həm şərqdən, həm də qərbdən Mədinə əhatə olunmuşdu. Yəni, mühasirədə idi Mədinə şəhəri. Və izzağatil əbsar, gözlər bərəlmişdi. Yəni, bu qoşunu görəndə, bu qüdrəti görəndə gözlər bərəl müsəlmanlar qorxuya düşmüşdülər. Gözlər bərələndə necə olur? Görürsən ki, insan bir toçqaya baxır da heç yerə baxmır. Adətən ölü can verəndə görürsən ki, bir toçqaya baxır da heç yerə baxmır. Yəni, insan özünü itirir, ancaq bir toçqaya baxır. Ona deyirlər gözlərin bərəlməsi. Deyir, gözlər bərəlmişdi. Və bələğətil qulubul hanacir. Və ürəklər də boğaza yığılmışdı. Biz deyir ki, canım boğaza yığılıb o mənada. Yəni, o qədər qorxu şiddətli idi ki, canlar boğaza yığılmışdı. Və təzunnuna billahi zununa. Və siz Allah barəsində bədgümana qapılmışdınız. Yəni, deyirdiniz ki, Allah bizə vəd vermişdi ki, biz qalib gələrik, İslam qalib gələr, hər yeri əhatə eləyər. Peyğəmbər həmişə deyirdi ki, biz qalibik, İslam hər yeri əhatə eləyər, amma bu yalan çıxdı. İndi açıqlaması digər ayələrdə gəlir ki, bunlar münafiqlər və qəlbində xəstəlik olan, mərəz olan insanların sözləri idi bunlar. Ki, Allah və Rəsulu bizə yalandan vəd verib, yalan vəd verib. Orada o cür bir qrup insanlar o cür Allah barəsində bədgümuna qapılmışlar. Amma maraqlıdır ki, məsələn, Məqarim Şirazi ağa öz təfsirində deyir ki, bu ki, deyir, gözlər bərəlmişdi, canlar boğaza yığılmışdı və siz Allah barəsində bədgümana qapılmışdınız. Bunlar da möminlərdir, deyir. Münafiqlər ayrıdır. Çünki Allah Teala əvvəlcədən buyurur ki, ey iman gətirənlər, xatırlayın o vaxtı ki, hər tərəfdən deyir, qoşun gəldi sizin üstünüzə. Biz isə onun müqabilində o qoşunun qabağına küləyi çıxartdıq. Yəni, Allahın ordusu, hər şey Allahın ordusudur. Allah da o vaxtı küləyi qaldırdı onların üstünə və görmədiyiniz, yəni görünməyən qoşunları Allah Teala çıxardır bu Əhzabın üstünə, qabağına çıxardır. Və kənəllahu bimə tə'məlunə bəsirə. Və Allah sizin etdiklərinizi biləndir. Və görürsünüz, əvvəli ey iman gətirənlərlə Allah Teala başlayır sözə. Ona görə
burada söhbət deyiləndə ki, gözlər bərəlmişdi, canlar boğaza yığılmışdı və siz Allah barəsində bədgümana qapılmışdınız. Bu deyir elə möminlər barəsindədir. O ki, münafiqlər Peyğəmbər və Allah barəsində o sözləri deyirdilər ki, Allah və Rəsulu bizə yalan vəd verib. Onlar deyir, münafiqlər və qəlbində mərəz olan insanlara aiddir. Bu isə Allah barəsində bədgümana qapılmaq, bu möminlərin barəsindədir. Yəni, ən həssas şəraitdə imanı zəif olan insanlar bu cür vəsvəsələr qapıla bilərlər. Yəni, bu vəsvəsə kimi sanki bir gəlir şeytan vəsvəsə eləyir ki, görürsən, hər şey yalan çıxdı, deyilən sözlər hamısı yalan idi, filan idi, bəsməkan idi. Bu vəsvəsə şəklində şeytan onlara vəsvəsə eləyirdi ki, Allah sizə deyəsən yalan deyib, deyəsən deyilənlər düz deyilmiş. Bu cür sözlərlə vəsvəsə eləyirdi. Deməli, bütün əhzab gəlib Peyğəmbərin üstünə, deyirdilər ki, vəssalamda İslamın sonudur. Biz İslam nurunu söndürəcəyik. Amma Allah təbarək və Teala öz qüdrət əli ilə onların qarşısını alır. Bax, bu əsnada həm ərəb qəbilələri, həm Bəni Nəzir qəbiləsi ki, biz əvvəl danışdıq, o barədə Həşr surəsi nazil olmuşdu. Bəni Nəzir qəbiləsi də öz maliyyəsi ilə, öz vədləri ilə bütün dəstələri yığdı, Əbu Süfyanı təhrik etdilər, onlar da böyük ordu yığdılar. Həm xaricdən, həm də daxildən təhlükələr var idi. Daxildəki təhlükələr kimidir? Bəni Qureyzə qəbiləsi. Bəni Qureyzə qəbiləsi də Yəhudi qəbilələri idi və onlar da çox qüdrətli idilər. Yəni, həm qalaları var idi. Ümumiyyətlə, Yəhudi qəbilələrinin hamısı qalaları var idi. İstər Bəni Nəzir, istər Bəni Qaynuqa, istər Bəni Qureyzə, istər Xeybər, hamısı qalalarda yaşayırdılar. Yəni, sadə ərəblər kimi deyildilər onlar. Həm imkanlı idilər, həm də qalalarda yaşayırdılar. Heç ərəblərin ağlına belə gəlməzdi ki, haçansa bunları məğlub edə bilərlər, qalalarından çıxarda bilərlər, bunların əmlakı bunlara qalacaq. Qətiyyən, bunlar heç təsəvvürünə gəlmirdi. Ona görə Allah Həşr surəsində buyurur ki, Li-əvvəlil haşr. Allah elə öncə Allah bu addımı atdı. Sizin təsəvvürünüz yox idi ki, siz qalib gələ bilərdiniz. Allah isə ilk öncə onları o qalalardan çıxartdı, evlərindən çıxartdı. Daxildə, bəli, Bəni Qureyzə təhlükəsi var idi. Bunlar da çox qüdrətli idilər, imkanlı idilər, qalalarda yaşayırdılar və onların qalaları da elə Mədinənin içinə birləşmişdi. Bunlar Peyğəmbər Mədinəyə gələndə ki, müqavilə bağlamışlar Peyğəmbərlə ki, yəni heç kəsə kömək, sənin əleyhinə heç kəsə kömək etmərik. Əksinə, biz İslam Mədinə təhlükədə olanda biz sənə kömək eləyərik. Bunlar əhd bağlamışlar, müqavilə imzalamışlar Peyğəmbərlə. Ona görə xəndək qazılanda nə qədər ki, onlar əhsab çatmamışdı, xəndək qazılanda bunlar deyir, öz bütün imkanlarından müsəlmanların ixtiyarına qoyurdular. Külüngündən tutmuş, bütün avadanlıqlarını gəlib müsəlmanlara təslim eləmişlər ki, gələ qazın xəndəyi. Yəni, bu fikirdə idilər bunlar. Amma nə inəyək ki, sonraki vəsvəsələr bunları da yolundan azdırdı. İndi Əhsab gəldi 12.000 ordu. Bunlar gördülər ki, 12.000 ordu, qüdrətli bir ordu gəlib. Ya, fürsətdir. Fürsətdir, elə biz də birləşək bunlarla Peyğəmbərin işini həll eləyək. Və bunlar xəyanət etdilər. Əslində, birinci etmək istəmirdilər. Amma bu Əhsabdan həmən onların dostları, məsləkdaşları, dindaşları gəldilər Bəni Qureyzə qalalarına. Dedilər ki, bax, bizim istədiyimiz artıq həyata keçir. Siz də istəyirdiniz, biz də istəyirdik ki, Peyğəmbərə son qoyaq. İndi fürsətdir. Çox maraqlıdır ki, Bəni Qureyzə heç birinci qapını açmaq istəmirdilər onların üzünə, amma sonradan da açdılar qapılarını. Birinci razı olmaq istəmirdilər. Sonra bunları razı saldılar ki, bu fürsətdir, da bu fürsət ələ düşməyəcək. Nəhayət bunlar yolunu azdılar və öz xislətlərini göstərdilər, orada xəyanət etdilər. Dedilər ki, yaxşı, biz daxildən, siz də xaricdən. Bu xəbər Peyğəmbərə çatdı. Yəni, çünki onlar artıq başladılar təxribat törətməyə Mədinədə. Təsəvvür edin ki, qoşun, müsəlman qüdrətli qoşun hamısı ön cəbhədədir, şəhərin kənarındadır, düşmən qabağında qalıb, xəndəyin bu tayında
Mədinə demək olar ki, Mədinədə əskər yox idi. Amma Bəni Qureyzə qəbiləsi, onların cavanları, onların o silahlıları ara sıra girirdilər Mədinəyə, qarət edirdilər, evləri oğruyurdular, adamları öldürürdülər və təşviş yaradırdılar. Peyğəmbərə bu xəbər çatanda Peyğəmbər çox narahat oldu və Allaha təvəkkül etdi orada. Allaha təvəkkül. Bəni Qureyzənin xəyanətini Peyğəmbərə çatdıranda Peyğəmbər Allaha təvəkkül etdi. Dedi, o bizə yetər. Bu sözü deyir. Peyğəmbər 500 nəfərlik bir ordu göndərir Mədinəyə. Ki, şəhərin içində Allah-u Ekber deyin ki, onlar bilsinlər ki, siz şəhərdəsiniz. O cür insanlar ara sıra gedirdilər Mədinədə, o cür təkbirlər deyirdilər və Bəni Qureyzə qorxuya düşmüşdü. Amma Bəni Qureyzə xəbər gözləyirdi ki, haçan Əhzab başlayarsa müharibəyə, biz də həmən günü çıxarıq başlayarıq. Ona görə xəbər gözləyirdilər. Bax, mənzərə bu idi. Həm Əhzab xəndəyin o tərəfində, həm daxildəki münafiqlər, indi o ayələri oxuyaram, gəlib deyirdilər Peyğəmbərə ki, yəni biz müharibədə iştirak eləmək istəmirik. İstəmirik demirdilər. Deyir ki, evlərimizin qoruyucusu yoxdur. Nə bilim, qadınlarımız, uşaqlarımız oradadır. Birdən gəlib kimsə oğurluq eləyər, kimsə onları öldürər falan. Bəs mekan, sən bizə icazə ver, biz gedirik evimizə, eşiyimizə. Allah buyurur ki, onlar deyir, evləri, eşikləri sahibsiz deyil. Lakin onlar döyüşdən qaçmaq istəyirlər. Fərarilik eləmək istəyirlər. Bax, həm münafiqlər, həm o xəndəyin o tayında Əhzab, 12.000 ordu, həm də Mədinənin daxilində Bəni Qureyzənin xəyanəti. Belə bir mühasirədədirlər müsəlmanlar. Ona görə buyurur ki, onlar deyir, hər tərəfdən sizi mühasirəyə salmışlar. Həm yuxarıdan, həm aşağıdan, şərqdən, qərbdən gözlər bərəlmiş, deməli, canlar boğaza yığılmış və siz Allah barəsində zənnə, gümana qapılmışdınız. Hunalikə btuliyəl mu'minunə və zulzilu zilzələn şədida. İndi bunun bariz nümunəsi ki, gözlər bərəlmişdi, canlar boğaza yığılmışdı. Bunun bariz nümunəsi deyir ki, o zaman oldu ki, Əmr ibn Əbdüvəd xəndəyidir, keçdi bu tərəfə, o 5 nəfərlik cəngavərlə, keçdi bu tərəfə, başladı mübariz tələb etməyə, rəcəz oxumağa ki, cənnəti, cəhənnəmi başladı lağa qoymağa ki, siz deyirsiniz cənnət var filan bəsməkən, gəlin sizi göndərim cənnətə. Siz deyirsiniz cəhənnəm var, gəl, kimsə gəlsin mənim qarşıma, məni göndərsin cəhənnəmə. Bu cür başladı lağlağa etməyə. Deyir, o zaman qoşundan heç kəs tərpənmədi. Deyir, əslində Allah Teala onu nəzərdə tutur ki, gözlər bərəlmiş, canlar boğaza yığılmış və siz Allah barəsində pis gümana düşmüşdünüz. Heç kəs dinmir. Kişi durub qoşunla üz-üzə mübariz istəyir. Döyüşçü istəyir, rəcəz oxuyur, dinini lağa qoyur. Heç kəsin cürəti çatmır ki, dursun ayağa. Ona deyir ki, heç kəsdən səs çıxmadı, heç kəsdən. Onda Əmirül-Müminin əleyhissalam durdu ki, keçən səfər biz ona toxunduq. Hətta Peyğəmbər dedi ki, kim bu kafirin ağzını yuma bilər? Ona yenə də heç kəs cavab vermədi. Heç kəs cavab vermədi. Deyir, Allah Teala əslində həmən o səhnələri bu cür vəsf edir ki, gözlər bərəlmişdi, yəni bilmirdiniz də nə edirsiniz. Etdiyinizi bilmirsiniz. Elə adam bir toçkaya zilləyib gözünü baxarıb həmən vəziyyətdə idiniz. Hunalikə btuliyəl mu'minun və zulzilu zilzələn şədida. Bu deyir, möminlər çox ağır bir sınağa çəkildilər və sarsıntı keçirdilər. Zilzal titrəyiş deməkdir. Adətən görürsən ki, təhlükə olanda, insan iztirab çəkəndə, ruh nə qədər iztirab çəkirsə, o özünü əzalarda da bürüzə verir də, cisimdə də bürüzə verir. Görürsən ki, insanın əli başlayır titrəməyə, görürsən əlini ovuşdurur, o qeyri-adi hərəkətlər eləyir. O istirabın göstəricisidir, psixoloji istirabın göstəricisidir. Bir sarsıntı keçirirdiniz, yəni titriyirdiniz, belə demək olarsa. Bax, belə bir şəraitdə Həzrəti Əmirül-Müminin Əli əleyhissalamın o qələbəsi əslində dönüş yaratdı. Həzrəti Əmirül-Müminin Əli əleyhissalam Əmr ibn Əbdüvədi öldürdü və digər birini də öldürdü.
Cəmi 2 nəfər qaça bildilər də, xəndəyi keçə bildilər o tərəfə. O birislərini müsəlmanlar öldürdülər. Onların qaçmağı, bunun qətlə yetirilməsi düşmən ordusuna böyük bir sarsıntı vurdu. Yəni ruh düşüklüyü yaratdı onlarda. Ruhdan düşdülər. Bu bir səbəb. Onlar nə üçün məğlub oldular? Bu bir səbəb. İkinci səbəb. Allah Təbarək və Teala burada buyurduğu kimi Allahın gizli ordusu işə düşdü. Allahın gizli ordusu işə düşdü. Və həmçinin külək. Allah Teala buyurur ki, göylər və yerlər Allahın ordusudur. Göylər və yerlər Allahın ordusudur. Görürsən ki, o gün xəbərlərdə oxuyuruq ki, bir varlını, bir arı sancdı, öldü getdi. Yəqin ki, siz də oxudunuz. Görürsən ki, varlıdır, karlıdır, milyarderdir, amma bir arı gəldi, sancdı getdi. Nəmrudu necə Allah Teala cəhənnəmə vasil etdi? Nəmrudu. Bir qarışqa ya ağzaqanad həşərat girdi, onun burnuna getdi, beynini. Normalda ölməli idi orada da. Burundakı o bilirsizdə, o mayelər ki var, onlar xarici təhlükələri hamısını öldürür. Amma ölmədi. Getdi ora, onun başını başladı yeməyə, beynini başladı yeməyə, onunla da öldü getdi. Fironu bir suda boğdu. Bəzən su həyatdır. Amma bəzən də bəladır. Bəzən də insanın canını alır. Allah nəyə necə əmr edirsə, o cür hərəkət edir. Hər bir şey Allahın ixtiyarındadır və Allahın əmrindədir. Su həyatdır, amma Allah desə ki, sən boğmalısan, səni boğmalıdır, boğacaq səni. Hər bir şey dediyimiz kimi, bax, bu cürdür. Buyurur, deməli, Əhzab surəsinin 9-cu ayəsi. Ya eyyuhəl-ləzina əmənu zkuru ni'mətəllahi aleykum. Ey iman gətirənlər, xatırlayın Allahın sizə neymətini. Hansı neymət? İz cəətkum cunudun. Qoşunlar gəlmişdi sizin üstünüzə. Fərsəlnə aleyhim rihan. Biz onların üstünə külək göndərdik. Bu haçan oldu? Deməli, elə ki, Əmr ibn Əbdüvədi Həzrəti Əmirül-Müminin öldürdü, onlar sarsıntı keçirdilər, ruh düşkünlüyü oldu onlarda. Həmən gecə dəhşətli bir, həm qış ayları idi, soyuq idi. Həm onların qidası tükənmişdi, heyvanların otları tükənmişdi, yeməkləri tükənmişdi və s. Bir də həmən gecə elə bir tufan olur ki, elə bir soyuq olur ki, onların deyir, o tikdiyi çadırların hamısını uçurdur, külək aparır. Onların deyir, qazanlarını çevirir. Yəni, elə bir tufan, elə bir külək, güclü bir külək idi ki, deyir, dəhşətli bir şey idi. Hamı deyir, titriyirdi soyuqdan, hamı da israr edirdi ki, gedək evə. İndi ardını mən deyəcəyim inşallah. Sadəcə olaraq Allah Teala buyurur ki, bax, mən elədim bunu. Həm Əmirül-Müminin əleyhissalam o zərbəni endirdi. Allah Teala buyurur ki, mən də bax, öz ordumu köməyə göndərdim. Və cunudən ləm taravha. Və sizin görmədiyiniz qoşunları göndərdim. Bu qoşunlar mələklər də ola bilər. Necə ki, biz Bədir müharibəsində o Quran-ı Kərimdə o nümunələrini oxumuşduq ki, Allah Teala Bədirdə 3000 mələk və yaxud daha çox mələk göndərmişdi ki, müsəlmanlara köməkli etsinlər. Onlar ruh yüksəkliyi yaradırdılar. Onların bilirsiniz də ilhamı, mələklərin insanlara ilhamı, onlarda ruh yüksəkliyi yaratmağı bu Quranın açıq, aydın buyurduğu mövzulardan biridir. İnsanda ruh yüksəkliyi yaradır və insanı möhkəmləndirir. Belə də və bəzi mənbələrdə də biz oxuyuruq ki, tarixdən hətta mələklər düşmən ordusuna görünürdü. Yəni, çünki sonradan iman gətirənlər deyirdilər ki, biz elə qoşun gördük ki, yəni elə bildik ki, müsəlmanların sayı bir xeylimdir. Amma Allah Teala buyurur ki, mən həmən o mələkləri göndərmişdim. Allah Teala buyurur ki, burada da gözə görünməz ordumu göndərdim. İndi bu, onların gözünə necə göründü və yaxud onlarda pis əhval-ruhiyyə yaratmaq üçün onlara o ilham eləyirdilər, o cür pis ilhamlar eləyirdilər, o da o cür də ola bilər. Hər halda Allah Teala buyurur ki, mən
öz gözə görünməz ordumu göndərdim və Allah sizin etdiklərinizi biləndir. Deməli, qarşı tərəfin məğlub olmasının əsas səbəblərindən biri də məhz Allahın göndərdiyi o tufan, o külək və s. Bir səbəb də onların arasında olan ixtilaf düşdü onların arasına. Necə? Çünki bir ay, yəni 30 gün onlar xəndəyin o tayında gözlədilər. Və bu 30 gün təsəvvür edin ki, bunlar istəyirdilər ki, 3 günə, 2 günə, nə bilim, bir həmləyə işi qutarsınlar, amma 30 gündə heç nə eləyə bilmirlər. İş elə uzanır, bunların da qidası tükənib, heyvanların da otları tükənib və bunlar özləri də bilmirlər nə etsinlər. Digər tərəfdən bunların bir neçə ümidləri var idi. Məsələn, biri elə Bəni Qureyzə idi ki, Mədinənin o daxilindəki ixtişaşlara ümid bəsləyirdilər ki, biz başlayanda onlar da köməkli eləyəcəklər. Amma onların anlaşması pozuldu. Bəni Qureyzə ilə bu Əhzabın anlaşması pozuldu. Necə? Deməli, biri var idi, Nuaym ibn Məsud. Deyirlər, bu əslən yəhudi olub, bəziləri deyir ki, yox, hörmətli ərəb böyüklərindən idi, qəbilə başçılarından idi. O gəldi Peyğəmbərin yanına, dedi ki, mən İslamı qəbul etmişəm, amma heç kəsin xəbəri yoxdur. Neyniyim sənin üçün? Deyir, Həzrət Peyğəmbər də ona buyurdu ki, elə ki, bu qoşun dağılsın, getsin. Deyir, bu biraz fikirləşdi, dedi, baş üstə, icazə ver gedim, dedi, buyur get. Birinci gedir Bəni Qureyzənin yanına. Yəhudi qəbiləsi Bəni Qureyzənin qalalarına qapısını döyür, açırlar ki, hörmətli adamlardan biri idi, Nuaym ibn Məsud. Deyir ki, bəs siz bilirsiniz ki, mən sizi çox istəyirəm. Deyir, bəli. Sizin də çox belə dərin dostluğumuz var, dedi, bəli. Deyir, amma sizə bir dənə tövsiyə etmək istəyirəm. Deyir, buyur. Tövsiyəm budur ki, siz burada Mədinədəsiniz, Əhzab isə onlar burada yaşamırlar. Onlar məğlub olsalar, ya qalib gəlsələr, fərq eləmir. Çıxıb gedəcəklər ev eşiklərinə. Qalib gəlsələr heç. Amma məğlub olsalar, onlar çıxıb gedəcəklər, siz burada qalarsınız Məhəmmədin ümidinə. Sallallahu aleyhi və aleyh. Yəni, siz nə edəcəksiniz? Əgər onlar məğlub olub getsələr, siz necə qurtararsınız canınızı? Onlar qalırlar, deyir ki, düz deyirsən. Deyir, nə məsləhət görsən? Məsləhətin budur ki, bu kafirlər ki, arada gəlirlər, xəbərləşirlər sizinlə, siz onlarla şərt kəsin. Deyin ki, həmən şeyi deyin. Deyin ki, bəs məğlub olsaz, çıxıb gedəcəksiniz, biz qalarıq burada. Bizi tərk edib çıxıb gedəcəksiniz. Təklif edin ki, bir neçə qəbilə başçılarınızı girov verin bizə, biz saxlayaq. Onda biz bilərik ki, siz qəbilə başçılarınızı qoyub getməzsiniz də, bizi tərk eləməzsiniz, tək qoymazsınız. Qəbilə başçılarınızı verin, biz girov götürək və bununla da bilərik ki, siz həqiqətən də bizi atıb getməzsiniz. Dedi, düz deyirsən. Ehtiyatın belə etmək lazımdır. Bunu bunlara dedi, çıxıb getdi Əhzabın yanına. Dedi ki, xüsusilə Əbu Sufyan o başçıları, sonra digər qəbilə başçılarını, Qətfan idi, Əbu Fəzarə idi, Bəni Fəzarə qəbilələri idi ki, onlar da böyük qəbilələr idi. Onlar əslində pul qarşılığında gəlmişdilər. Deyirlər, Xeybərin gəlirinin, nə bilim, neçə hissəsini sizə verərik, gəlin qoşulun, onlar da razılaşmışlar. Hətta, bunu da deyim, bunu qoyum, hətta Peyğəmbər də gördü ki, onlar pula görə gəliblər, istədi ki, onlarla bir müqavilə bağlasın. Əgər düşməndən ayrılsanız, bizə qoşulsanız, Mədinənin gəlirinin 1/3-ni sizə verərik. Peyğəmbər belə bir təkliflə irəlisin. Onlar da tamahlandılar. Və müqavilezat yazdılar müqavilələrini, göndərdilər Peyğəmbərin yanına. Peyğəmbər də ənsarı çağırdı, o Mədinə böyüklərini çağırdı. Onlar dedi ki, yox, deyir, biz ehtiyacımız yoxdur. Kiməsə bac verək, kiməsə xərac verək falan. Gəliblərsə biz də döyüşəcəyik. Peyğəmbər dedi ki, elə mən də əslində yoxlamaq istəyirdim ki, yəni deyərsiniz ki, bu qədər qoşun gəlib üstümüzə, bizi qırğına verirsən falan bəs məkən. Ona görə istəyirdim ki, yəni onların arasında bir ixtilaf düşsün, bir səbəb olsun ki, onlar azalsınlar sayları. Ona görə bu addımı atmışdım. Onlar dedi ki, ehtiyac yoxdur. Ehtiyac yoxdursa əla. Amma bilin ki, biz qalib gələcəyik. Peyğəmbər orada buyurur onlara.
Ona müqaviləni cırb atırlar, amma xəbər göndərmirlər ki, bəs şeydir, biz istəmirik müqaviləni. Başa düşdünüz necə? Ona görə o Bəni Qətfan qəbiləsi, Bəni Fəzarə qəbiləsi gözləyirdilər ki, bu indi xəbər gələr ki, suda razıyıq, Mədinənin gəlirinin 1/3-ünü sizə verəcək. Onlar axıra qədər o cür gözlədilər. Ona görə iki ürəkli idilər. Qoşulaq, qoşulmayaq. Sözlərindən ehtiyatla danışırdılar onlarla. Bu vəziyyət də var idi onların arasında. Hər halda bu Nuaym ibn Məsud gəldi onların yanına, dedi ki, sizə bir xəbərim var. Dedi, nə xəbər? Dedi ki, Bəni Qureyzə, Yahudi qəbiləsi, Bəni Qureyzə sizə xəyanət edib. O yenidən Muhammedlə müqavilə bağlayıb, sallallahu aleyhi və aleyhi. Şərti də budur ki, Muhammedin razılığını qazanmaq üçün, etimadını qazanmaq üçün deyib ki, sizin qəbilə başçılarınızdan bir neçə nəfərini girov adı ilə sizdən almaq istəyirlər və Peyğəmbərə vermək istəyirlər. Peyğəmbər də şübhəsiz ki, onları öldürəcək də. Bunlar da indi uşaq deyirlər ki, bunu dinlədilər də, yaxşı, sağ ol. Deyir ki, bunu yoxlayaq da, görək, ya bu yalan deyib, yoxsa düz deyib. Gedirlər Bəni Qureyzənin yanına. Salam, əleyhissalam. Bəs biz istəyirik, məsələn də, səhərsi günə hücumu başlayaq. Fikriniz nədir? Dedi ki, bir dəqiqə dayanın. Fikrimiz budur ki, siz əgər məğlub olub getsəniz, bəs bizi kim qurtaracaq bunun əlindən? Deyir, bəs, yəni, neyniyək? Deyir, odur ki, biz əmin olmaq üçün ki, siz bizi tək qoyub getməzsiniz, qəbilə başçılarınızdan bir neçə nəfərini verin bizə girov kimi biz saxlayaq. Onda əmin ola bilərik ki, sizə, bəs siz bizi tək qoyub getməzsiniz. Bunlar görürlər ki, Nuaym ibn Məsud düz deyirmiş. Bunlar bu girov adı ilə bizdən alıb Peyğəmbərə vermək istəyir. Gəlirlər, xəbəri verirlər Əhsabın böyüklərinə. Bunlar ümidini üzürlər Bəni Qureyzədən. Bax, belə bir vəziyyəti, belə bir mənzərəni istəyir. Həm Həzrət Əlinin qalibiyyəti, həm bu cür Nuaym ibn Məsudun bu hiləgərliyi və onların arasını vurması, həm Allahın göndərdiyi külək, yağış, soyuq, həm gözə görünməz ordu, həm Peyğəmbərin o iki qəbiləni o zərərsizləşdirdi, sanki Peyğəmbərin o müqavilə cəhdi, onları zərərsizləşdirdi, onları iki ürəkli etmişdi. Ona görə bunlar arasında ixtilaf düşmüşdü. Həm o və digər Həzrəti Peyğəmbərin tədbirləri və müsəlmanların o möhkəm dayanması, müqavimətçi ruhu səbəb oldu ki, Əhsab qayıtsın. İndi bu hadisələri baş verəndən sonra həmən gecə Allah Taala o küləyi, o soyuğu, o tufanı göndərdi. Həzrəti Peyğəmbər Yamanəni çağırdı öz yanına. Dedi ki, birinci buyurdu ki, kim deyir, gedib Əhsabdan xəbər gətirə bilər? Yəni, casus kim geçsin onların içinə və sonra xəbər gətirsin. Heç kəs dinmədi, bu Yamanə dedi ki, mən gedəcəyəm. Gedir, indi hardansa çıxır, gedir onların yanına, onların gecədir də, onların əskərlərindən biri kimi. Görür ki, tufandır, göz-gözü görmür. Hamısı dəyib bir-birinə, çadırlar uçub, qazanlar dəyib yerə falan. Orada deyir, gördüm ki, Əbu Sufyan uca səslə başlayır qışqırmağa. Deyir, hər kəs yerindədir. Hər kəs yanındakini soruşsun, görsün, hələ aramızda başqası yoxdur. Deyir, mən gördüm ki, indi yanımdakı məndən soruşar, sən kimsən? Mən də bilmirəm axı hansı adı verim ki, o da qane olsun. Ona görə mən onu qabaqladım. Tez ondan soruşdum, sən kimsən? Dedi, filan kesin. Şükür Allah. Yəni, bu onu qabaqlayıb, üzə çıxmayıb da. Hamı dedi ki, hər kəsin yanındakı yanındadır, narahat olmasın. Onda Əbu Süfyan dedi ki, bizim burada qalmamızın heç bir mənası yoxdur. Qidam, ərzaqımız tükənib, heyvanlarımız da həlak olur, onları saxlamaq üçün də o tələfimiz yoxdur, qidamız yoxdur. Bu tufan da bu deməli soyuq da bizə imkan vermir və Bəni Qureyzə də bizə xəyanət elədi və bu xəndək də bizi iflic elədi. Ona görə hər kəs çıxsın, getsin. Deyir, onda deyir, bu sözü deyən kimi getdi, mindi dəvəsinə, istədi dəvəsini o qədər vurdu ki, getsin, gör, dəvə getmir. Sonra yadına düşdü ki, bu dəvənin ayaqlarını bağlayıb da, o qədər həyəcanlı idi ki, yadından çıxmışdı ki, dəvənin ayağını açsın, sonra sürsün. Və o cür, onlar həmən gecə bir nəfər də orada qalmır. Hamısı dağılışıb gedir. Ondan sonra
Yamani gəlir Həzrəti Peyğəmbərə bu xəbəri verir. Həzrəti Peyğəmbər də orada şükr eləyir və təkbir deyir, sevinir. Bax, Əhzab müharibəsinin sonu belə qutardı. Allahın yardımı, Allahın gücü, Allahın istəyi və iradəsi onları məğlub etdi. Əgər möhkəm dayandılarsa, Allahın dediyini etdilərsə, Allah mütləq köməklik göstərəcək. Mümkün deyil köməklik etməsin. Allah köməklik göstərəcək. İnşallah qaldı digər ayələri oxumaq. İnşallah gələn söhbətlərimizdə bu ayələri də elə tez oxuyarıq, qoy elə xülasə olsun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.